İnsan cavan ola bilər, amma həyatı o qədər mənalı, dolu olar ki, vaxt ona yox, o vaxta hökm edər. Bugün dəvət etdiyim sənətçi doğrudan da zamana və vaxta meydan oxuyur. Xalq artisti Tünzalə Ağayevadır qonağım. Xoş gördük Elnarə, xoş gördük, xoş gördük. Nə maraqlı təqdimat oldu. Bəli, belədir. Yaxşı, yaxşı, çox şükür. Mən belə deyirəm, mən vaxtla, zamanla kontrakt bağlamışam. Müqaviləm var. Və zaman mənə böyük şanslar verir ki, qala bilirsənsə qal. Mən bunu zarafat eləmirəm Elnarə. Mən doğrudan da kainatın səsini eşidirəm. Mən doğrudan da kainatla, Allahın ilahi sistemi ilə, indi biraz da böyük çıxır belə deyəndə, amma özümə görə aldığım bir mesajlarım var və buna çox inanıram və qəribə bir enerji alıram və izah edə bilmədiyim mənbədir bu. İzah edə Əslində bilmirəm. zamana meydan oxumağın mənə elə gəlir ki, bir izahı var ki, sən doğrudan da bu dünyanı dərk edirsən və sənə gələn mesajları hiss edərək, ruhunla belə, qanına qədər işləyir, onu qəbul edə bilirsən. Öz fikirlərim deyil, bizə dünyada o zaman rahat olur ki, biz dünyanın sahibi kimi özümüzü aparmırıq, məhz qonağı kimi özümüzü aparırıq. Nə gözəl deyil. Bizim çox dərin müdrik dostlarımızdan biri deyirdi ki, bax, dünya ilə axirətin arasında bir körpü üstündə yaşayırıq. Sən körpüdə ömürlük ev tikmək istəyirsən, körpüdə evmi tikilər? Düzdür. Gözəl musiqi zəif sözləri xilas edə bilir bəs? Gözəl musiqi zəif sözə can verir. Wow. Can verir, enerji verir, ona anlam verir. Məsəl üçün, necə deyim, zəif deməzdim, belə deyək də, hətta bayağı qulağımızın öyrəşdiyi biraz təzad ola bilər. Məsəl üçün, deyərəm ki, mən səni sevirəm. Mən səni sevirəm sözü, kəlməsi gözəl kəlmədir. Təbii ki, bizə lazım olan kəlmədir. Amma hər bəstəkarın, yazıçının, şairin, rəssamın, rejissorun dilində, əlində o sözlər fərqli, o kəlmə fərqli səslənəcək. Yenə də hara gəlirik, insanın içinin özünün dolu olub olmamasından, bəstəkarın nə qədər rəngləri duyub-duymamasından, şairin nə qədər o kəlmədə. Məsəl üçün, mən Cəfər Cabbarlının Al Duvaqlı sevdiyim şeirini ilk dəfə oxuyanda, ilk saniyələrdə, hələ də danışıram, məndən belə ürpək gedir. Mən elə bilmişdim ki, bir sevgili haqqında yazır. Mən sonra anladım ki, bir neçə bayraqdan yazır. Necə eşq, necə bir eşqdir ki, o Al Duvaqlı sevdiyim, yaşıl gözlü, yaşıl donlu, mavi gözlü, Al Duvaqlı sevdiyim. Belə bayraq görməmişdim, mən belə bayraq eşqi görməmişdim. Yəni, kimin dilindəndir o eşq? Yəni, bayraqdan hamımız yazdıq, vətəndən hamımız yazdıq, əskərimizdən hamımız yazdıq. Amma o gerçəyi bizə kim ötürə bildi? Gör, için nə qədər böyük bir dünya olmalıdır. O belə deyil də, o nəhəng bir insandır. Onun sözünə hələ gəl toxun ki, mən özüm o ədəbiyyata, o vərəqlərini açanda, Səməd Vurğunu vərəqləyəndə və ona mahnı yazmaq cürətində olanda hər zaman gənclikdə fərqinə varmırdım, deyirdim, mən yazıram. İndi deyirəm, ay Allah, mən necə risklər eləmişəm. İnanırsınız ki, növbəti sualım ona gəlirdi ki, həyatda olmayan şairlərin sözlərinə səs vermək riskli deyildi. Vallahi risklidir. Siz artıq onun cavabını verdiniz. Yəni, niyə bu qədər, bax, bunlara ikinci həyat vermək, Səməd Vurğun, Mikail Müşfiq, Mirvarid Dilbazi, yəni ikinci həyat vermək niyə bu qədər vacib edilsin? Çünki niyə məhz siz? Mən belə bir cavab verə bilərəm, əzizim. Bax, 12 yaşında bir Tünzaləni yadımıza salaq da, yəni özümü düşünürəm. 12-13, bu ərəfədə başladım ədəbiyyata fikir verməyə. Mən məhz ədəbiyyata görə musiqiçi olmuşam. Mən məhz ədəbiyyata görə mahnı bəstəkarı olmuşam. Bu sualın yəqin ki, cavabı bu olmalıdır mən tərəfdən. Mən özümü orada tapdım. Yəni, mənim yaşıtlarım, gənc dostlarım, şeir yazanlar, istedadlı uşaqlar var idi, öz həm yaşlılarım. Amma o mənim üçün bir anlam verə bilmirdi. Mən özümü başqa yerdə yox, ədəbiyyatda tapdım. Mən özümü ilk
sən o deyilsən, ah dəyişdin, döndün buludlar qoynunda, parladın, söndün. Yəni Səməd Vurğunun Nazim Hikmətdən inciyib, küsüb onu yazıb. Bir dənə 12 yaşlı Tünzalə orada nəsə tapıb. Bu çox anladılan və anladıla bilməyən, izah edilə bilməyən bir dünyadır. Hələ mən özüm öyrənirəm də onu. Yox, amma sizi təbii ki anlayanlar çoxdur. Bir zaman oldu belə türk pop musiqisi bizim yəni sənətçi dostlara və s. ümumiyyətlə musiqimizə çox təsir etdi. Amma siz onun heç təsirinə düşmədiniz, heç nə isə onlara belə bənzəməyə də çalışmadınız. Yəni özünə məxsus davrandınız və bu belə də davam edir. Belə çətin olmadı. Mən deyim, bugün gəlmişəm deyəsən böyük-böyük danışmağa. Amma ləzzət edir, Elnarə, səninlə söhbət çox ləzzət edir. Çünki Yalçın çox mənə doğru söz dedi, Tünzalə görəcəksən Elnarənin sənə verdiyi sualları. Demək olar ki, 99% bugün sənə heç kim vermir. Doğrudan çox sağ ol, ayrıca təşəkkür edirəm. Məni o içimdə belə uyuyub qalan, yatıb qalan məsələləri oyadırsan. Düşünək ki, o cəryan bir küləkdir. Mən həmişə deyirəm, trend bir küləkdir. Bəli. Bir sakit külək var, möhkəm külək var, zibilli külək var, zibil gətirən. Külək kimə toxunur? Zəif əşiyə. Məsələn, külək nəyi süpürür, aparır? Çəkisi yüngül olan, çəkisi ağır olan sənət varsa, çəkisi ağır olan, yaxud bir ağac düşünək. Mən özüm həmişə ağac hiss edirəm. Mən bir ağacam. Gözəl bənzətmədir. Yəni elə sezon var ki, yaxşı meyvələrim olur. Elə sezon var ki, mən yaxşı qida almamışam. Ola bilər. Əlbəttə. Ola bilər. Elə bir dönəm, gözəl müqayisədir. Quru bir dönəm yaşamışam. Özüm quru olmuşam. Ola bilər ki, bu mənim səhvimdir, bu mənim bir boşluqlarımdır, insan olaraq, psixoloji olaraq. Özümə həm bəraət qazandıra bilərəm də, amma eyni zamanda özümün çox yaxşı tənqidçisiyəm. Yəni mən bilirəm, mən harda nəyi çox şükür, yəni deyir, anama sual verim ki, amma görən Allah insana istedad və ağıl versəydi, insanlar nəyində alınca qaçar? Deyir, bala, elə gəl ağlında alınca qaçaq. Çünki ağılla biz istedadımızı üzərində işləyə bilərik. Amma istedad sadəcə, amma beyni yoxdursa beyin, onu idarə etmək də olmayacaq. Mənim öz küləyim də var, günəşim də var, çox şükür. Ona görə çox şükür edirəm ki, Allah mənə sadəcə istedad yox, dərrakə verib, zəka verib. Yəni mən bunun üzərində, mən kamil olmaq istəyirəm. Mənim həyatdakı arzum, hər kəs zəngin də olmaq istəyir, hər kəs uğurlu. Deyir ki, yaxşı kiminsə həyat yoldaşı yox, xoşbəxt qadın ol. Sən xoşbəxt qadınsansa, sənin həyat yoldaşın da xoşbəxtdir. Sən bu xoşbəxtliklə dünyanı qucaqlaya bilirsən və çox şükür ki, bu ağıl, bu dərrakə bizə verilib və biz bunun ömür boyu keşiyində duracağıq və oradan doğan sənət də var, oradan doğan, yəni hər şey oradan doğur. Tünzalə xanım, övlad olmaq, ana olmaq, dost olmaq, qonşu olmaq, cəmiyyətin bir üzvü olmaq, hər şey onun içərisindədir. Qurani Kərimdə deyildiyi kimi biz sizə düşünmək verdik. Yəni insanı başqa canlılardan, məsələ o şuur, biz şuurla sənətə yanaşmasaq, biz şuurla ümumiyyətlə günümüzə başlamasaq, günümüzü bitirməsək, şuurumuzu götürək, ortada baxaq nə var. Tanıdığım Tünzalə Ağayeva, ağızdan bal tökülür. Ciddi bir sənətçi üçün tənqid nədir? Baxır kimin dilindən. Tənqid professionalın dilindən olmalıdır. Yorum sadə, belə deyək, bizi düşünək ki, mən bir sadə insanam və bir sənətə, bir kinoya, bir fikrə yorum yürüdürəm. Tənqid peşəkarlığa aid bir şeydir məncə. Amma dünya görüşü zəif olan yorum yazan mütləq biraz arada bir xata eləyəcək, təhqirə də gedəcək, özü də bilməyəcək. Amma təhqir kəlmələrindən istifadə eləyəcək. O sanki özündə, öz dünyasında sənə bir söz demək istəyir. Biz nə yazırıqsa, nə hərəkət eləyiriksə oyuq da, oyuq. Yəni o özünü göstərmiş olur. Mən həmişə deyirəm, bugün də bu ekrandan demiş olum bir daha ki, yorumlar da, tənqid forması da, yorum forması da məni göstərmir.
o kəlmənin sahibini göstərmiş Düzdür, olur. əlbəttə hər kəs Kim ağzından yorum, çıxdığı bəli, cümlənin özüdür də sahibi. Kim yorum yazırsa, mən bizim fan klubu çox hərdən otururam, deyirəm ki, ya Rəbbim, sənə şükür ki, gözəl gəncləri, necə deyim, əxlaqı yerində olan, dilinə sahib çıxan, baxışına, davranışına sahib çıxan gəncləri məni qarşıladırsan. Uşaqlara deyirəm ki, siz də, çox üzr istəyirəm ifadəmi, siz də söyün də, burada təhqir yazmayın. Biz belə eləyə bilmirik. Baxıram ki, onların yorumları o qədər belə filtrdən, süzgəcdən keçilib, o çox müsbət. Və hətta o müzakirədə, yəni ki, köhnədə masa arxasında müzakirə var idi. Bugün internetdə o əslində heç nə dəyişməyib. Dəyişən daha çox üzdə olmaqdır. Budur. Sevdiyim, bəyəndiyim belə mahnıları ifa etməyi, zümzümə etməyi sevirəm də. Bunun üçün mütləq sənətçi olmaq lazım deyil ki. Biz hamımız zümzümə eləyirik. Misal üçün deyirəm ki, Tünzalə Ağayevanı çox sevirəm. Bir onun da mahnısını zümzümə edim. Ödən kimi bu boğaz telləri dəydi bir-birinə, aləm qarışdı. Heç nə də. Yəni ki, baxıram deyirəm, ayla görəsən bundan sonra danışa biləcəm mən heç olmasa. Ya bu qədər yəni çətin olur. Misal üçün gedir belə sakit, incə bir tərz. Birdən belə oldu coşqulu, güclü boğazlar da belə. Yəni mən onda anladım ki, yox da, bu mənim zümzümə edəcəyim ifa deyil də. Yəni və bu səsin təkrarı, oxşarı nəsə olmaq üçün çox güclü bir səsə malik olmalısan da. Yəni hər kəs Tünzalə Ağayeva deyil təbii ki. İndi sən məni təriflədinmi? Yox, nə demək istəyirəm? Pərəstişkarlar üçün heç olmasa zümzümə olan formada bir mahnı ifa etmək olar ya yox? Sadəcə hansı mahnını mən bir istəyəndə zümzümə? Mən biraz belə şey oldum, üzüldüm. Elnarə ki, mən nə qədər, yəni gör, nə qədər mürəkkəb musiqi yazıram ki, tamaşaçımı oxumağa çətinlik törədirəm. Bilirsən, yəqin ki, bu da nədən doğur? Mən öz dünyamın musiqisini, bax, var bəstəkarlar, müğənnilər, ifaçılar. Bəstəkar bir melodiyanı yazdıqda 3-5 səsi eşidə bilər ki, mənim bu mahnımı, bu rəngli səs oxuya bilər, bu rəngli səs oxuya bilər, bu rəngli səs oxuya bilər. Və bu səslərin özünə məxsus yorumları, ifa tərzləri o melodiyaya özünə məxsusluq verəcək. Bu geniş bir bəstəkarlıqdır. Geniş ifaçılıq da nədir? Mən heç yazmıram musiqi, mən bir müğənniyəm, gözəl səsli bir müğənniyəm. Gəlmişəm, bir neçə bəstəkarla təmasdayam. Sən öz bəstəmi mənə göstərirsən, təklif edirsən və mən də o bəstəkarla olan, belə deyək, o melodiyanın uğurlu olması, mənə doğmalaşması və s. bu proses ortaya bir əsər çıxardır. Və məhz o geniş bəstəkarlıq məktəbi nəyə öyrədir? O ən ali, belə deyək, ən üst məktəblərdən biridir ki, Tofiq Quliyevi götürək. Mükəmməl, möhtəşəm Tofiq Quliyev nə dərəcədə mürəkkəb bəstəkar olub, o dərəcədə də yəni möhtəşəm Fikrət Əmirov və s. beləxir, böyük bəstəkarlarımızın böyüklüyü onların mürəkkəb musiqisindən başqa böyüklüyü onların sadə yazmasında olur hər zaman. Xalqa, o ruslarında söz var, dostupnu. Xalqa əl çatan 3 notun mənim ölənlərimiz rəhmət, atam deyirdi ki, bax necə ruhu şad olsun, amin, bütün ölənlərimizin, şəhidlərimizin. Və 3 deyirdi ki, bax, 3 dənə not. Atam mənim çox gözəl musiqiçi deyildi, amma notları, ladları, muğamları əla eşidirdi. Mən də indi genetik keçib də, bu mənə anam da, atam da hədsiz musiqiyə həssas insanlardılar. Və deyirdi ki, bax, 3 notu var. Amma 3 notun gedişatını görürsən, bəlkə də ilk məktəbi olar mənə, o qədər evdə bunu eşitmişəm, o mənim beynimə oturubdu. Oradan deyirlər, uşaq gözünü açdı, nə eşitdi? Bizdə ağ kağız, nə yazdılar odur. Və sonralar mən bu bəstəkarlığı təcrübə olaraq keçirəndə, musiqiçi olanda, bu peşəkar həyatı yaşayanda deyirəm ki, nə dərəcədə gözəl bir, belə deyək də, formuladır. Sadə, sadəni yazmağı bacarmır. Amma sadəni yazma bayağını yox ha. Burada çox çizgi var. Burada həssas bir sərhəd var. Bax, burada tamaşaçını biz beynini biraz bulandırırıq. Ümumiyyətlə, internetdə baş verən xaoslar. Mən sadə xalqın dilində musiqi yazım. Xalqın dilində Fikrət Əmirov yazıb.
Bəli. Xalqın dilində Üzeyir bəy yazıb. Bu arqument ola Xalqın bilməz də. dilində Bəli. böyük bəstəkar məhz elə xalqını gözəl tanıyıblar. Kökləri gözəl tanıyıblar. Mükəmməl. Bəs nəzəriyyəni kim yazıb, muğamları kim ortaya çıxarıb? Böyük bəstəkarlarımız başda Üzeyir bəy. Elə xalqın necə deyim, o dilini gözəl bilən bəstəkarlarımızdır ki, xalqa bu qədər sərvət veriblər, musiqi sərvəti veriblər. Doğrudan sərvət. Səsinizdə dua var, ah var, yalvarış var, etiraf var, sevgi var. Daha nə var ki, mən onu görə bilməmişəm, hiss edə bilməmişəm? Maraqlı məqamlar dedin, çox maraqlı. Çox sağ ol. Yəni çox həm belə deyək də həssas tamaşaçısan, həm diqqətlisən, həm də ki sırf peşəkar baxımından da araşdırmalar çox maraqlı gəldi mənə. Valla səsim mənə elə gəlir ki, yaşadığım günəmi, həftəyəmi, dönəməmi, yaşama bağlıdır. Elə yaşlı, baxıram özümün 27-28 yaşındakı oxuduğum. Mən 24 yaşından belə deyək də, bir də səhərin birində oyandım ki, hər yerdə o axşam röya gəzişəm. Ay Allah, hər yerdə. Yəni bütün avtomobillərdə, heç nə, evlərdə. ona da hazır deyiləm. Mən birinci qorxurdum, başa düşmürdüm, belə zombi kimi baxırdım ki, bu nə deməkdir, nətər olur? Belə bir şey nətər olur? Səni küçədə, yəni mən bunu mənə heç kim başa salmayıb, bunu mənə sən belə bir şey yaşayacaqsan, heç kim mənə bunu proqnoz belə eləməmişdi ki, və o hiss mənə qəribə idi ki, necə olur? Sənin səsin hər yerdə var. Səni biri tanıyır, biri tanımır. Allahdan bəxtim gətirirdi ki, özümü tanımırdılar. Otururdum avtobusa, səsimi sevdi, can səni gedirdi. Yanımdakı insanlar məni müzakirə edirdilər ki, görəsən o da kimdir? Nə maraqlı səsi var. Bəziləri bir neçə bizim sənətçilərin səsinə oxşadırdılar. Biri deyirdi ki, filan kəsdir, deyirdi ki, yox, o deyir. Və rəhmətli Anar Məmmədxanov, mən bunu ömür boyu, nə qədər ki varam danışacağım. Çünki bu mənim silinməyən bir tariximdir. Məni tapmışdı Tovuzda, yəni zəng eləmişdi bizə evə ki, bu nə səsdir? Sən nə insansan da, yəni sən Bakıda yaşamırsan, Tünzalə, bir Bakılı oğlanlar, hamısının səsini telefonda eşidirəm və mən inana bilmirəm də, yəni ki, belə bir, bu məqam hər dəfə deyəndə, danışanda gedirəm o məqamı, bir də təzdən yaşayıram, bir də gəlirəm, unutmayacağım və maraq, izah edə bilməyəcəyim, orada hisslər yaşayıram. Bir dönəmim var idi, deyirdim ki, mənə göstərməyin gənclik mahnılarımı, mən orada hər şeyi səhv oxumuşam, mən bilsən o dönəmi necə çözdüm? Mən başa düşdüm ki, mən özümü hələ axıra kimi qəbul eləmirəm. Mən özümü axıra kimi sevmirəm. Mən özümü axıra kimi tanımıram. Bax, indi rahat-rahat hər şey mənə o qədər xoşdur. Mən balaca Tünzaləni də, nə vaxt bəs tanış oldunuz özünüzlə bu mövzuda? 45 yaşımdan sonra. 5 ildir məndə bu proses gedir. Və tam indi rahatam. Tam 50-min astanasındayım axı. Yarım əsrimin astanasındayım. Çox şükür. Estradada çox fərqli yerdəsiz də, danışdıq indi bu barədə. 20 il sonra nə ifa edəcəksiniz? Yəni oxuyacağınız mahnılar nələr var, necə nələr var. olacaq? Allah bizə ömrü versin. Amin, versin. Allah illərimizi uzun və gözəl eləsin. Normalda insan 100 yaşını çox rahat atlaya bilir. Bilər. İnşallah niyyətimiz budur. Allah bilən məsləhətdir. Deyirsən, yazımız nədir, onu da yaşayacağıq. Bir söz var, onu deməyəcəm, vaxtından tez deyərəm. Sonra başım ağrımasın lazımsız yerə. O sözü saxlayacağım zamanı gələndə. Yəqin ki, janr dəyişikliyi olacaq məndə. Musiqinin gözəl bir istiqamətləri var ki, o layihələr var məndə. Əslində cızma qaralarım var. Qəbul olunar da, yəqin ki, necə? Mükəmməl. Mən buna çox inanıram. Təzədən bir Tünzalə olacaq. Gəncliyinizdə daha çox ciddi geyimlər belə geyinirdiniz də, onlara üstünlük verirdiniz. Elə bil ki, belə bir mesaj ötürürdünüz ki, mənə deyil, oxuduğum mahnını dinləyin, ora dalın, yəni diqqətiniz ora fokuslansın. Amma belə son illər sizi belə riskli geyimlərdə görürük, yəni bu var. Mənə görə əladır, yəni dəb və sosial meyllər dəyişir təbii ki, mənə görə əladır, səhnədə bu da lazımdır, niyə də yox? Niyə də yox yəni? Bax, bu sualı verdim. Misal üçün, müzakirə olunanda özümə baxdım ki, niyə də yox?
Niyə də Tünzalə Ağayeva geyinməsin ki? Ay Allah, qoy geyinsin. Amma yəni bu auditoriyaya uyğunlaşmağa çalışırsınız. Yəni bu tərz dəyişmək var ha. Bu nəyə görə baş verdi? Nə qazandınız? Bir tamaşaçı kimi bir film eyni getsə, filmin axırını izləməyəcəksən. Təbii. Filmin ortasında deyəcəksən ki, Təbii. bunu başda görmüşdüm də. Bir sənətçinin imaj olaraq sənəti qoyduq qırağa, çünki nə qırağa qoymuruq, yox, o bizim önümüzdədir. Yəni Sənətin o olduğu yerdədir, bəli. Olduğu yerdədir. Aha. Və çox gözəl dedin, mesaj dəyişməyib. Mesaj birinci, mən yəni bu gün çox rahat şəkildə heç bir necə deyim də, əsassız, tamamilə əsası olmayaraq bir qərar verə bilərəm ki, bugündən səhnəyə çıxmıram. Məsəl üçün, mən Tünzalə. Mənim sevindiyim məqam nə oldu? Tünzalə Ağayeva da sənəti ilə bizim toy səhnəmizdə var. Bu məni sevindirdi. Çünki bu artıq tamaşaçının və axı toya gələnlər də tamaşaçılardır. Düz demirəmmi? Bəli, həmin tamaşaçıya xitab eləyir. Toyunda Tünzalə Ağayevanı dinləmək istəyənlər var və maşallah mən görüntülərdən də görürəm ki, orada güclə cəmaatı itələmirlər axı gedin oynayın o səhnənin qabağında. Hamı oxuyur və oynayır. Bu da çox önəmlidir. Bir var tək oynayırsan, bilmirsən nə oynayırsan. Bir də var həm oxuyub, həm oynayırsan. Eynən Elnarə. Çox yaxşı məqamlaradır yenə də növbəti dəfə. Deməli, məsələ nədir? Yenə deyirəm ki, mən eyni Tünzalə olaraq 2001-dəki Tünzalə gedirik. 5 il mən yaylıqla olmuşam və bu yaylıqda burada bir məqama toxunacam. Mən tam heç vaxt qapalı olmamışam. Zümrüd Mirzəliyeva bizim çox gözəl, bugün də adlı sanlı maşallah ölkəmizi dünyada tanıdan modellerimiz ki, yaylıq eskizini Yalçın ona təsdiqlədi, daha doğrusu Yalçın təsdiqləyir, o gətirir ki, Yalçın müəllim bu da var, yaylıq eskizdə təsdiqlənir və ortaya belə bir imaj çıxır. 5 ildə mən ağlaya-ağlaya o yaylığı geyinirdim, hamı da deyir, çox adam da deyirdi ki, orada da əfsanələr başdan başlayıb da, yəni ki, saçları yəqin ki, zəifdir, başı keçəldi, ona görə yaylıq yadıma gəlir də belə bir söz-söhbətlər. Bu da yəni ki, bu tanınmışlığın bir tərəfidir də ki, səni hər zaman müzakirə eləyirlər. O zaman Zümrüd Bakı payızının yarım finalıdır, ondan sonra finaldır və s. O vaxt YouTube, internet olmadığı üçün Zümrüdün o gözəl, əslində arxivlərdə var, səhnəni, yəni arxivləri, ən azı televiziya arxivlərinə baxanda biz nə görürük? Tünzalənin toplarını, korsetlərini. Mən heç vaxt radikal olmamışam. Sadəcə bugün ona görə o gündəmə düşüb ki, biz internetdəyik və obrazdan obraza, belə deyək. Müzakirələr cılızlaşıb. Hə, ay sağ ol. Məni, belə deyək də, öz dünya görüşü fərqli olan tamaşaçılar, fərqli olan insanlar fərqli yorumladılar. Sənin fikrində olan sənin kimi düşündü və yaxud bənzər formada düşündü. Biriləri, yəni ki, bugün biz Lara Fabian'a baxanda, biz bugün Sibelcana belə baxanda ki, dərin dekoltə. Sibelcan böyük orkestrla, məsəl üçün, çıxır canlı ifalar səhnəyə, çox belə iddialı dekoltelər, razrezlər, sənəti alqışlayırlar orada. Orada onun sabah müzakirəsi çıxmır ki, gördünüz neynədir? Çəki, nə bilim, dekoltelər, heç kimin gözünə Ajda Pekkanın o çox belə, nə deyim, maraqlı, çox da sevirəm onun obrazlarını, epatajlı obrazlarını müzakirə eləyirlər, amma sevgi ilə. Bizdə biraz qəribəlik var o barədə ki, o da yenə deyirəm ki, yorum kimə aiddirsə, orada araşdırmaq lazımdır. Və bilirsiniz, bizim bir tərəfimizin tanınmışlığın da biraz həssas nöqtəsi, biraz baş ağrısı nədir? Qeyri-profesional, o günü jurnalistlərlə danışanda deyirlər ki, Tünzalə xanım, bu jurnalist də deyilik, bu bir dənə özünə səhifə açıb, adını ya sarı pressa deyir, ya nədirsə deyir, onlardan qaynaqlanır. Özünə hörmət edən aparıcı, jurnalist dostlarımız, sənətə hörmət var deyən, ən azı danışdığının fərqindədir deyən və yenə də deyirəm, münasibəti var deyən, şəxsi münasibəti yox ha, çoxlarınla da mən hər gün görüşmürəm ki, bizim elə fiziki şansımız yoxdur, hər gün biz görüşək. Amma çox sağ olsunlar, adımın çəkildiyi yerdə mənim adıma hörmət var. Yəni. Bu çox böyük mənim üçün göstəricidir, bu mənə yetərlidir.
Bu mənə yetərlidir və elə buradan da təşəkkür etmiş oldum sizə hamınıza. Səmimi söhbət üçün təşəkkür edirəm. Bitdik. Bəli. Vallahi hiss etmədim. Zalə xanım, yazı taxtanız çox maraqlıdır. Hətta hansı ki sualları hazırlamışdıq Samirə xanımla. Siz danışa-danışa gəlib onlara cavab da verdiniz artıq. Ona görə o sualları bir də təkrarlamadım. Gələn il xeyirli, uğurlu olsun. Amin. Sənin Simanda bütün Real TV komandasına, ailəsinə uğurlar arzulayıram. Canınız sağlam olsun, ömrünüz uzun və sevinç səbəbləriniz də çox olsun. Çox sağ olun. Amin. Təşəkkürlər.